Salamlar, bu günləri Gürcə yeməyi olan saçevi hazırlayıram və öz zövqümə görə düyülə servis etdim. Keçək hazırlanmasına. Soğanlarımızı az kərə yağında qovururuq. Üzərinə yaxşı yuyulmuş toyuğu əlavə edib, duzunu, pul bibərini və qara istiotunu əlavə edib qapağını örtürük və qoyuruq bişməyə. Orta xodda bişməlidir. Və yoxlayırıq. Toyuq bişdikdən sonra üzərinə sarımsaq əlavə edirik. Qozumuzu da əlavə edib, üzərinə Gürcə ədviyyatı mütləq suneli xmeli əlavə olunmalıdır. Qarışdırırıq və bir balaca su əlavə edirik. Bu şəkildə hazırlanmalıdır. Qapağını örtüb 5 dəqiqə daha bişiririk.